Lənkəranın çox zəngin, ləziz bir mətbəxi var. Amma 10 gün dalbadal ləvəngi yiyəndə adam ondan bezəcək. Ən gözəl təbiət mənzərəsinə 5 dəfə dalbadal baxandan sonra da adamın gözü yorulur. İnsan hər şeydən doya bilir, bezə bilir. Amma neçə illərdə oxuyursunuz? Heç oxumaqdan yorulduğunuz, usandığınız, bezdiyiniz olubmu? Çox qəribədir ki, mən özümdən çox böyük sənətkarlarla da işləmişəm. Səhnələrdə, el şənliklərində, sonra özüm də oxuyuram. Mən hələ özüm oxumaq sənətindən, muğama qulaq asmaqdan doymamışam. Bəzən elə olub ki, mən toydan, ya konsertdən, tamaşadan evə gəlmişəm, bir musiqi parçası, bir muğamın bir güşəsi yadıma düşüb, onu mən istəmişəm ki, Füzulinin qəzəlinənmi, Seyid Əzibin qəzəlinənmi, Vahidin qəzəlinənmi uyuşduram. Mən xırda-xırda özüm üçün tar çalmağı öyrənmişəm, öz şəxsi həvəsimdən doğub. Götürürəm tarı, görsən ki, saat 2-dir, birdən beynimə düşdü ki, bunu belə eləməlisən. Görürəm ki, mənim özümə ləzzətlidir. Yəni, doyum söhbəti olmayıb məndə. Yəni ki, çox bağlılığımdan irəli gəlir. Yazırlar ki, Mendeleyev o məşhur kimyəvi elementlərin cədvəlin çox əlləşib, vuruşub, nəhayət günlərin birisində yuxusunda o sıranı görür və səhər durub onu kağıda köçürdür. Ayrı-ayrı bəstəkarlar haqqında, rəssamlar haqqında, alimlər haqqında da mən çox oxumuşam ki, müəyyən böyük kəşflərin, ideyaların o qədər ki, bunun barədə düşünüblər, çalışıblar, yuxuda da görürlər. Heç yuxuda oxuyursunuzmu? Yəni, yuxuda görürsünüzmü ki, məsələn, oxuyursunuz? Çox görmüşəm. Görmüşəm ki, bulaq başında dostlarımın yanında oxuyuram. Musiqi yoxdur, amma oxuyuram. Və elə şeylər olurmu ki, məsələn, bu anlarda, məsələn, yuxuda görəndə tapırsınız hansısa deyir, bir keçidmi, bir modulyasiya mı, sonradan ifaza gələn bir şey, bir maraqlı cəhət. Bilirsiniz, oxumağı elədir ki, yuxuda çox görmüşəm ki, mən hansı ölkədəsə oxuyuram və yaxud da hansı dostumun şənliyində oxuyuram, amma o da yadda qalımlı olmur. Xarici ölkələrə yalnız yuxuda getmişsiniz, yoxsa real getməkləriniz olub? Yox, sağ olsunlar, 30 ilə yaxındır ki, oxuyuram, 4 dəfə getmişəm. Hansı ölkələrdə olmuşsunuz? Mən deməli olmuşam o vaxt Qərbi Almaniyada, indiki vahid Almaniya ölkəsi. Sonra olmuşam Afrikanın Mali Respublikasında. Əlbəttə, bu birinci gedişi mənim üçün çox yadda qalımlı oldu, çünki iki nəhəng sənətkarla eyni səhnədə iştirak eləmək mənə nəsib oldu. Onun birincisi bizim əzizimiz Müslüm Maqamayevlə, sonra SSR xalq artisti Zıçina ilə eyni səhnədə iştirak eləmək mənə nəsib oldu. Çox sevindirici hal oldu. Hətta üzr istəyirəm, Zıçina gəlib səhnədə məni öpüb ki, siz belə yüksək belə səs mədəniyyətinə maliksiniz. Sonra olmuşam Avstriyada. Əlbəttə, bunlar hamısı Azərbaycan günləri ilə bağlıdır. 15 gün Avstriya ölkəsində olmuşam, çox uğurlu konsertlərimiz olub. Və ən mənim üçün yadda qalımdır, mənim sənət tərcümə halımı tamamlayan keçən ilki, yəni İsveç ölkəsində keçirilən Beynəlxalq Folklor Festivalı bizim Nazirliyin məni göndərməsidir. Tarcəmiz Vamiq Məmmədəliyev, kamançalanımız Respublikanın əməkdar artisti Elman Bədəlov idi. Biz üçümüz orada böyük uğur qazandıq. İndiyəcən yoldaşlıq elədiyiniz müxtəlif tarzənlər olub, müxtəlif kamançaçılar olub, sizi müşahidə edənlər. Bu ad çəkmək həmişə biraz çətin olur ki, kiminsə qəlbinə dəyə bilər, amma hər halda həqiqətsə niyə deməyəsən? Sizi müşahidə edənlərin içərisində bu sənət bioqrafiyonuz boyunca ən çox sizə kim yaxın olub, kimlə işləmək sizin üçün daha asudə, daha rəvan olub? Mən yenə əvvəlki fikirlərimin bir qismini tamamlamaq istəyirəm. Mən xoşbəxt sənətkaram. O nöqtə nəzərdən ki, mən sənətimizin qaymaqları ilə işləmək mənə nəsib olub. İstər xanəndəlik sənəti, istər çalğı sənəti. Mən xan əmini görmüşəm, Seyid görmüşəm, Mütəllim görmüşəm, Zülfü bəyi görmüşəm, Əbülfəti, Sara xanımı, Şövkət xanımı, Rəhməti Rübaba xanımı, Kəzban xanımı, Fatma xanımı, bunların hansının birisi ixtiyarım yoxdur, bunların adlarını çəkməyəm. Bunlardan bir tərbiyə almışam və özümü xoşbəxt sayıram ki, Rəhməti Hacının tarını oxumuşam, uzun illər yoldaşlıq eləmişik. Rəhməti Əsənin tarını oxumuşam. Mən elə Nəcib Tarçalan görməmişəm.
Məsələn, Hacının tarına oxumaqla, Əhsənin tarına oxumaqla, Bəhramın tarına oxumaqla, Vamiqin tarına oxumağın arasında bir fərq var axı. Yəqinən ki, Bu fərqlər nədən ibarətdir? Bu artıq məsələn sənət tərəfidir, mənim üçün maraqlıdır. bilirsiniz, Hacı özü çox ciddi adam idi. Onun ciddiliyi, onun xarici görkəmində də büruzə verirdi. Kəskin belə tələbkar idi. Buna görə mən həmişə, mən bunu öz payıma düşən danışıram, həmişə ondan oxuyanda özümü tamam yığışdırırdım. Çünki Hacının tələbini ödəmək, Hacı elə bir standart, yəni yeknəsər çalan idi. Amma hər dəfə qulaq asanda yeni aləm, yeni dünya göz qabağında canlanırdı. Bəhrəmlə çalıb oxumaq mənim üçün çox rahat idi. Çünki Bəhrəmin təbiətində xüsusi bir həlimlik vardı. O, insanın daxili aləmi, nə tərsə onun yol yerişi, danışığı, həlimsə onun yəqinən ki, sənətinə sitayiş edir, sirayət edir. Əhsəndə xüsusi bir təmkinliyi vardı. O təmkini, görürsən, onun çalğısında da vardı. Əhsən həmişə o musiqi parçalarını təmkinlə çalırdı. Sən də məcbur oldun təmkinli oxuyasan. Kəskin danışanla gəlir, kəskin danışarsan da, yəqinən belədir. 30 il bundan əvvəl oxuduğu Seygahla, 30 il bundan əvvəl ifa elədiyiniz, deyək ki, Rastla, ya digər bir muğamla, bugün ifa elədiyiniz həmin muğamların arasında əsas fərqi nədə görürsünüz siz? Əlbəttə, bu çox doğru sualdır. Mənim 30 il bundan qabaqki təcrübəm onda yox idi. İndi təcrübəm var. İndi mənim sənətdə bişməyim, puxtələşməyim var. Sənəti dərk eləməyim var. Hisslərimin zənginliyi, mənə bütün bu imkanlar. İndi elə bir məqam olur ki, bəzən səslə olan şeydə bu səs telləridir. Mənə misal üçün bir balaca soyuq dəyəndə bütün xanəndələr bilirlər. Mən misal üçün hamı üçün olur, mənim üçün də. Səsim düz olmayanda da o ustalığımdan istifadə edib, ustalıq mənim karıma gəlir. Amma qabaq səsimin düz olan vaxtında da ürəyim bəzən istədiyim kimi alınmırdı. Bütün bunlar cəmləşib indi yeni bir forma alıb, məzmunlu bir forma alıb. O məzmunlu formada mənə imkan verir, mən sənətimdə heç vaxt o bayağı mahnılara yol verməmişəm. Həmişə məzmunlu, bədii cəhətdən güclü, istər əgər o şeirin bədii cəhətdən güclü təsiri varsa, yəqinən ki, ona qoşulan musiqi də onunla vəhdət təşkil edir, əsrlər boyu yaşayır. Hətta bir dəfə bir toyda mənə sual verdilər ki, niyə müasir mahnı oxumursunuz? Dedim ki, 2 mahnı yanaşı qoyuram. Bir mahnının bir 100 yaşı var mən biləni, bir mahnının bir 5-6 yaşı var. Əzim ruhiyyə, bir mənə zəng elə, ey ruhiyyə, zəng elə, ey ruhiyyə. Bir mahnı, yeni mahnı. Bir də ki, gedin deyin xan çobana, gəlməsin bu il muğana. Muğan batıb nahaq qana, apardı sellər saranı. Bir ala gözlü balanı ki, alqış getdi. Yəni, nə demək istəyirəm? Görürsünüz, bədii cəhətdən güclüdür bu mahnı. Tərtibi əladır. Musiqi də yəqinən ki, özünə yaraşır və əsrlər boyu xalqın yaddaşında həkk olunur qalır.